Pravoslav Kilsəsi bugün yeni patriarxı seçəcək kilsənin genişləndirilmiş iclası saat 13:00-da başlamalıdır. Ondan əvvəl isə müqəddəs Sameba kafedralında qonaqlar və nümayəndələr qəbul ediləcək. Hazırda kafedralda hər şey artıq hazırdır. Məbədin mərkəzi hissəsində patriarx seçkisi üçün lazım olan inventar yerləşdirilib, müqəddəs sinod üzvlərinin əyləşəcəyi masalar düzülüb. Həmçinin nümayəndələr və qonaqlar üçün oturacaqlar quraşdırılıb. Yeni patriarxın seçiləcəyi genişləndirilmiş kilsə iclası qismən televiziya vasitəsilə 1-ci kanalda yayımlanacaq. Tamaşaçılar canlı yayımda iclasın açılışını və səs vermə prosesini izləyə biləcəklər. Səslərin sayılması isə mediada göstərilməyəcək. Yekun nəticə isə canlı efirdə elan olunacaq. Genişləndirilmiş kilsə iclasında təxminən 1200 nümayəndə iştirak edəcək. İntronizasiya tarixinin də bugün açıqlanacağı gözlənilir. Bu barədə qərarı yeni seçilən patriarx verməlidir. 5 xüsusi təyinatlı əməkdaşın saxlanılması işi yenidən müzakirə mövzusudur. Hakimiyyətin oponentləri bildiriblər ki, 5 nəfərin saxlanılması kifayət deyil və bu işdə himayədarlıq edənlər, eləcə də hücum təşkilatçıları da məsuliyyətə cəlb olunmalıdır. Hakim komandada isə deyirlər ki, istənilən qanun pozuntusu və səhv hərəkət cəzalandırılır və qanun qarşısında hamı bərabərdir. Prokurorluq Quram Roqova, Levan Xabeyşvili və etirazçı Zviad Maisəşviliyə qarşı zorakılıq faktları ilə bağlı 5 nəfəri saxlayıb. Onlardan 3-ü keçmiş, biri isə hazırki xüsusi təyinatlı əməkdaşdır. Söhbət 2024-cü ildə keçirilən aksiyalar zamanı baş verən hadisələrdən gedir. Saxlanılan xüsusi təyinatlar barəsində artıq həbs qəti imkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam edir və əlavə sübutlar əldə olunacağı halda saxlanılanların sayının artacağı istisna edilmir. Vahid Milli Hərəkat Partiyası bildirib ki, müxalifət alyansındakı fikir ayrılıqları aradan qalxıb və onlar 26 may aksiyasına hazırlaşırlar. Bundan əvvəl müxalifət liderləri arasında qarşılıqlı ithamlar səslənmişdi. Mikhail Saakashvili, Nika Meliya, Levan Xabeyşvili alyansın fəaliyyətini tənqid ediblər. Tamar Çergoleyşvili isə deyib ki, alyansın strategiyasını qəbul etməyənlər özlərini birlikdən kənarda qoyurlar. Digər müxalifət partiyaları aksiyaya qoşulmayacaqlar. Hakimiyyət isə bildirib ki, müxalifətin planları uğursuz olacaq. Düşən əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası davam edir. Uşaqların valideynləri və dəstəkçiləri Rustaveli metrosu yaxınlığında toplaşaraq yürüyüşlə hökumət administrasiyasının binasına doğru hərəkət ediblər. Etiraz iştirakçıları dövlətdən müalicənin maliyyələşdirilməsini və valideynlərin sözlərinə görə xəstəliyin inkişafını ləngidə və ömrü uzada bilən müasir preparatların Gürcüstana gətirilməsini tələb edirlər. Ölkədə təxminən 80 nəfər düşən əzələ distrofiyası diaqnozu ilə yaşayır. Fransa prezidenti İranın Britaniya və Fransa hərbi gəmiləri ilə bağlı təhdidlərinə cavab verərək bildirib ki, Hörmüz boğazında hərbi dəniz qüvvələrinin yerləşdirilməsi heç vaxt müzakirə olunmayıb. Emmanuel Macron Nairobiyə səfəri zamanı deyib ki, bunun əvəzinə İranla koordinasiya şəraitində həyata keçiriləcək təhlükəsizlik missiyası planlaşdırılır. Onun sözlərinə görə Fransa və Böyük Britaniya dəniz təhlükəsizliyini dəstəkləmək üçün təxminən 50 ölkə və beynəlxalq təşkilatı birləşdirən xüsusi missiya yaradıblar. Milli Saray yaradılmasının 85 illiyini təntənəli performansla qeyd edib. 1-ci Respublika zalında keçirilən tədbirə teatrşünas Nikolas Tsulukici aparıcılıq edib. Artıq 2 əsrlik tarixə malik olan binada uşaq mərkəzi 1941-ci ildə açılıb. O vaxtdan burada bir neçə nəsil böyüyüb. Onların bir hissəsi dünən səhnəyə çıxıb. Onların arasında Tamar Gvertitsiteli, Nato Metonidze və Maya Cabuada olub. Musiqili proqramı Qiyaq Ançelinin adını daşıyan orkestr və Mzuri məktəbi hazırlayıb. Layihə Tbilisi Meriyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.